Ümumiyyətlə, bütün dünyada həkim resepti və ya sərbəst şəkildə qəbul edilən preparatlar arasında ağrıkəsicilər və antibiotiklər böyük bir çəkiyə malikdir. Bu preparatları necə düzgün istifadə etmək lazımdır mövzusunu gündəmə gətirir. Nəzərə alsaq ki, ağrıkəsicilərin böyük əksəriyyəti seçici olmayan qrupu, demək olar ki, bədənin hər yerində eyni effekti verir. Bu da adətən mədədə və böyrəkdə prostaglandin sintezini azaldır. Nəticədə bu iki orqana ciddi disfunksional zərərlər vura bilər. Belə ki, mədədə qastrit dediyimiz iltihabi proses və ya xora, bu proseslər varsa dərinləşib xoraya çevrilməsi, xoranın qanaxmaya səbəb olmasına gətirib çıxarda bilər. Antibiotiklər isə daha çox bizə məlum olan bakterial floranın pozulması, yəni dizbakterioz deyə bilinən hadisəni meydana gətirir. Bundan əlavə bir qrup, bunu xüsusilə vurğulayıram, bir qrup antibiotik göbələk xəstəliyi əmələ gətirir ki, bu da bərabərində göbələk əleyhinə preparatları da istifadəsini mütləq şəkildə istəyir. Lütfən bu preparatları tək doza halında istifadə etsəniz belə mütəxəssislərlə məsləhətləşin və tövsiyələr üzərinə istifadə edin.